Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan Radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pult arxasında Minə xanım Mamayeva. Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulətipovun sədrliyi altında keçirilmiş Təhlükəsizlik Şurasının, terrora qarşı komissiyanın və operativ qərargahının birgə müşavirəsində sentyabr ayının 1-də Respublika məktəblərində və sentyabr ayının 13-də vahid səsvermə günündə təhlükəsizliyin təmini məsələləri diqqət mərkəzində durmuşdur. Təhlükəsizlik tədbirlərinin tətbiqi ilə Daxili İşlər Nazirliyinin, Prokurorluğun, Federal Təhlükəsizlik Xidmətinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin yanğına qarşı xidmət sahəsinin əməkdaşları məşğul olacaq. İdarə rəhbərləri müşavirədə müvafiq tədbirlərə hazırlıq məsələləri üzrə hesabatla çıxış etdilər. Respublikada 3000-ədək tədris müəssisəsi var ki, onların da əksərində artıq bilik gününə hazırlıq işləri başa çatmaq üzrədir. 400-dən artıq məktəbdə Daxili İşlər Nazirliyi ilə birbaşa rabitə xətti quraşdırılıb. Bir sıra tədris müəssisələrində isə video nəzarət kameraları işə salınıb, yanğın təhlükəsizliyi normalarının təmininə də diqqət gücləndirilib. Respublikanın Təhsil və Elm Naziri Şah Abbas Şahovun məlumatına əsasən Dağıstanda 103 tədris müəssisəsi hələ də lisenziyasız iş aparır. Halbuki 2 il öncə müvafiq müəssisələrin sayı 625-i ötüb keçirdi. Dağıstan rəhbəri bu problemi cari ilin sonunadək həll etmək barədə tapşırıq verdi. Vahid səsvermə günü sentyabr ayının 13-də təhlükəsizlik tədbirlərinin təmininə 3000 polis əməkdaşı cəlb olunacaq. Avqust ayının 15-də namizədlərin qeydiyyatı mərhələsi başa çatıb. Bütövlükdə bir deputat mandatı uğrunda 3 nəfər mübarizə aparacaq. Ümumilikdə isə 6100 deputat seçilməlidir. Elə sentyabr ayının 13-dəcə şəhər daxili rayon rəhbərliyinə də seçkilər keçiriləcək. Ramazan Abdulətipovun sözləri ilə məhz bundan sonra yeni rəhbərlər şəhər başçılarının müavinləri ilə eyni səlahiyyətlərə malik olacaqlar. Respublika hökumətində aparılmış müşavirədə Xəzər dənizində neft-qaz sektorunun inkişaf perspektivləri müzakirə edilib. Petro-Vyetnam Vyetnam Sosialist Respublikasının Dövlət Neft-Qaz Korporasiyasının nümayəndələri ilə görüşündə Abdüsəməd Həmidov Vyetnamlıların iştirakı ilə tətbiq olunacaq müvafiq layihəyə gərəkli yardım göstəriləcəyini də bildirdi. Müvafiq şirkət 1975-ci ildə təşkil edilmişdi və 2006-cı ildən öz işini Dövlət Korporasiyası tərkibində davam etdirir. Şirkət Rosneftin əsas partnyorlarından biridir və Vyetnam ərazisində neft-qaz hasil edir. Asiya Sakit Okean regionunda neft-qazın emalı, mühafizəsi, daşıntısı məsələləri ilə məşğul olur, neft-qaz sənayesi üzrə servis xidməti təmin edir. Dağıstanda isə şirkət müvafiq layihə çərçivəsində Xəzər dənizinin Dağıstan ərazisində İzbirbaş bloku 2, Sulaq bloku 4 sahəsinin mənimsənilməsində yaxından iştirak edəcək. Petro-Vyetnam Dağıstan Respublikasının Dövlət Neft-Qaz Şirkəti Açıq Aksioner Cəmiyyətinin aksioneri olmağa və bu əlaqədə Respublika ərazisində kəşfiyyat, neft-qaz hasilinə 150-300 milyon dollar investisiya yürütməyə hazırdır. Respublikanın Milli Siyasət Nazirliyində nazir müavini Zikrullah İlyasovun və Milli Kütləvi Məlumat Vasitələri nümayəndələrinin iştirakı ilə aparılmış müşavirədə milli eyniliyin formalaşdırılması mövzusunda fikir mübadilələri aparılmışdır. Rossellxozsentr Federal Büdcə İdarəsi Dağıstan filialının mətbuat xidmətindən daxil olmuş məlumata əsasən Dağıstanda 20.000 hektardan artıq kənd təsərrüfat məqsədli torpaqlarında çəyirtkə zərərvericiləri ilə mübarizə tədbirlərinin tətbiqi davam etdirilir. Bugünə müvafiq işlər Babayurt və Kizlər rayonlarının köç heyvandarlıq zonalarında təmin edilir. Qeyd etmək istərdik ki, Dağıstanda 2015-ci ilə çəyirtkə dəstələri ilə mübarizə məqsədli bütün tədbirlərin təmininə 6 milyon rubl vəsait buraxılır. Müvafiq işlərə kiçik aviasiya və yerüstü aqreqatlar da cəlb edilib. Asiya çəyirtkəsi isə ələlxüsus Kaçöbey köç heyvandarlıq zonasını basır. Tarumov, Kizlər, Babayurt rayonlarının otlaqlarında Terek, Sulaq çayları ərazisində də fəallıqla yayılmaqdadır.
Respublika Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən sentyabr ayının 19-da Dərbəndin 2000 illiyinin bayramı günündə Rusiyanın bu qədim şəhərində Ənənə başlıqlı Milli Mədəniyyətlər Festivalı keçiriləcək. Tədbir çərçivəsində nəinki Dağıstan, o cümlədən bayram tədbirlərində iştirak edəcək Rusiya subyektləri xalqlarının ənənəvi mədəniyyəti də nümayiş etdiriləcək. Samauri 3-cü Beynəlxalq Ənənəvi Mədəniyyət Festivalı çərçivəsində konsert meydanlarında yaradıcı kollektivlər, xalq mahnı və musiqi ifaçıları, qonaqlar çıxış edəcəklər. Folklor kollektivləri isə xalq adətləri ilə əlaqələndirilmiş səhnələr, xoreoqrafik tamaşalar, milli alətlərin müşayiəti ilə qədim xalq mahnılarını təqdim edəcəklər. Dağıstanın şəhər və rayonlarından pandur ifaçıları Dağıstan Respublika rəhbərinin mükafatına Səslən Pandur müsabiqəsində çıxış edəcəklər. Kəndirbazlar da maraqlı proqramı hazırlayır. Dərbəndin Azadlıq meydanında Mənim nəğməm, Mənim vətənim, Mənim Rusiyam başlığı altında keçiriləcək Milli Mahnı Festivalı isə bayram tədbirlərinin son nöqtə zirvəsi olacaq. Hörmətli dinləyicilərimiz, bu elanı da sizin diqqətinizə vermək istərdik. Azərbaycan dilində nəşr edilən Respublika İctimai-Siyasi qəzeti Dərbəndə 2015-ci ilin ikinci yarısı üçün abunə yazılışı davam edir. Qəzetə rabitə şöbələrində ya da ki, redaksiyada abunə ola bilərsiniz. Abunənin yarım ilə qiyməti 182 rubuldur. 6 aylıq abunənin indeksi isə 51.341-dir. Dərbənd qəzetinə abunə olmağı unutmayın. Siz son xəbərlərə qulaq asdınız.